Bəzən isə insan öz ölümünə doğru qaçmağa başlayır. Lap bu hadisədəki kimi. Bu videonu bizə dinləyicimiz gətirib. Çünki bu hadisədə iştirak edən sürücünün günahsızlığı konkret olaraq video vasitəsilə sübut olunur. Adam svetoforun yaşıl işığında hərəkət edir, öz yoluna davam edir və bu zaman avtomobillərin arasından bir xanım qaçaraq keçməyə başlayır. Qarşıdan gələn nəqliyyat vasitələrinin bəxti onda gətirdilər ki, onlar bu xanım tərəfindən vurulmadılar. Bəli, burada avtomobil xanımı yox, xanım avtomobili vurdu. Xanımın sağ olub olmadığı haqqında məlumat yoxdur. Amma siz onu vuran sürücünün reaksiyasına fikir verin. O şokdadır. Telefonla zəng eləmək istəyir, ətrafdakılar xanıma kömək eləmək istəyirlər, daha sonra xanımı avtomobilə qoyaraq hadisə yerindən uzaqlaşırlar. Bu hadisədə sürücü günahkardırmı? Əgər sürücü yol hərəkəti qaydalarına əməl edibsə, onun hərəkət sürəti norma daxilindədirsə, hərəkət sürətini aşmayıbsa, əyləş sistemi işlək vəziyyətdədirsə, onun heç bir günahı yoxdur. Çünki 20 metr qabaqda yeraltı keçidi qoyaraq yolun ortasından qaçaraq keçən piyada sürücünün həyatını təhlükə altına qoyub. Burada sürücü günahkar deyil.